Kompüterin əsas xarakteristikaları. Salam dostlar, necəsiz? Bugünkü dərsimiz informatika fənnindən çox vacib bir mövzuya həsr olunub. Kompüterin əsas xarakteristikalarına. Bildiyiniz kimi, kompüterlər həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Biz onlardan həm dərslərdə, həm də gündəlik işlərdə istifadə edirik. Amma sual yaranır. Bir kompüterin güclü və ya zəif olduğunu necə bilirik? Bax, bugün biz kompüterlərin əsas göstəricilərini öyrənəcək və onların nə demək olduğunu sadə dillə izah edəcəyik. Kompüterin əsas xarakteristikaları dedikdə nə başa düşülür? Kompüterin əsas xarakteristikaları dedikdə, onun sürəti, yaddaşı, məlumatları emal etmə gücü və qrafik imkanları nəzərdə tutulur. Məsələn, bir kompüter çox sadə proqramlarda işləyə bilər, amma mürəkkəb oyunlar və ya qrafik dizayn üçün kifayət etməz. Digər bir kompüter isə çox güclü ola bilər və böyük layihələri asanlıqla idarə edə bilər. Yəni, bu göstəricilər bizə kompüterin hansı işlər üçün uyğun olduğunu göstərir. İndi isə gəlin, kompüterin əsas xarakteristikalarına tək-tək baxaq. Prosesor, CPU. Bu, kompüterin beynidir. Bütün hesablamaları aparır və əmrləri yerinə yetirir. Prosesorun sürəti gigahertz ilə ölçülür. Sürət nə qədər yüksəkdirsə, kompüter bir o qədər tez işləyir. Operativ yaddaş, RAM. Bu yaddaş müvəqqətidir. Kompüter işləyərkən bütün proqramlar məlumatlarını burada saxlayır. RAM çox olduqda, kompüter eyni vaxtda daha çox proqramı problemsiz işlədə bilir. Daimi yaddaş, HDD və ya SSD. Faylların, şəkillərin, proqramların qalıcı saxlandığı hissədir. Əgər kompüterinizi söndürsəniz belə, buradakı məlumat silinmir. SSD-lər daha sürətlidir. HDD-lər isə daha ucuz və daha çox tutuma malikdir. Qrafik kartı, GPU. Şəkilləri, videoları və oyunları ekrana ötürür. Dizayn proqramlarında və oyunlarda çox vacibdir. Əgər güclü qrafik kartınız varsa, video və oyunlar daha keyfiyyətli görünür. Ekran və icazə. Bu göstərici şəkillərin və videoların nə qədər aydın görünəcəyini müəyyənləşdirir. Məsələn, Full HD və ya 4K ekranlarda görüntü çox yüksək keyfiyyətli olur. Əlavə göstəricilər. Klaviatura, portlar, enerji sərfiyyatı və digər texniki imkanlar da kompüterin istifadəsini daha rahat və funksional edir. Açar sözlər. Takt tezliyi. Prosesorun saniyədə neçə əməliyyat yerinə yetirdiyini göstərir. Gigahertz ilə ölçülür. Hertz tezliyi ölçən vahiddir. 1 hertz bərabərdir 1 əməliyyat saniyə deməkdir. Prosesorun və monitorların sürətini göstərmək üçün istifadə olunur. Nüvə prosesorun içində əməliyyat aparan hissədir. Çox nüvəli prosesor eyni anda daha çox iş görə bilir. Keş yaddaş. Prosesor ilə RAM arasında yerləşən çox sürətli yaddaşdır. Prosesorun işini sürətləndirir. Video adapter, qrafik kartı. Ekrana şəkilləri və videoları ötürür. Yekun. Beləliklə biz öyrəndik ki, kompüterin əsas xarakteristikaları prosesor, RAM, yaddaş, qrafik kartı və ekran xüsusiyyətləridir. Əgər siz yeni kompüter almaq istəsəniz, bu göstəricilərə diqqət etsəniz, ehtiyaclarınıza ən uyğun cihazı seçə biləcəksiniz. Kompüterin gücü onun xarici görünüşündən yox, məhz bu parametrlərdən asılıdır. Ev tapşırığı. İndi isə sizə ev tapşırığı. Öz istifadə etdiyiniz kompüterin və ya telefonun əsas xarakteristikalarını öyrənin və dəftərinizə yazın. Prosesor tipi və sürəti, RAM miqdarı, yaddaş növü və həcmi, qrafik kartı haqqında məlumat. Bu məlumatları öyrənməklə siz cihazınızın gücünü daha yaxşı anlayacaqsınız. Dostlar, bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bu mövzu sizin üçün həm maraqlı, həm də faydalı oldu. Gələn dərslərdə daha yeni və maraqlı mövzularla görüşəcəyik. Sağ olun, gələn dərsdə görüşənədək.